Son günlərdə Zaqatala rayonunda xüsusilə Böyük Qafqaz dağlarında yağan leysan xarakterli yağış çaylarda suyun səviyyəsinin artmasına yol açıb. Rayon mərkəzindən keçən Gürsulu Tala çayında da suyun səviyyəsi artaraq mühafizə bəndinin aşmasına səbəb olub. Daha ətraflı növbəti sujetimizdə. Güclü sel vardı burada. Birdən partlayış oldu. Elektrik yani direğine kısa kapanma oldu, partladı. Onun arkasınca elə bil ki bir dəqiqə keçmədi, bənd uçdu. Zaqatalada güclü yağışlar nəticəsində Tala çayından keçən sel 35 metr uzunluğundakı bəndi qəzalı vəziyyətə salıb. 100-ə yaxın ev təhlükə altındadır. Bu bənddə keçən əsrin 60-cı illərində tikilmiş bir bənddir. Gördüğünüz kimi bütün buraları da, yani buradan o tarafa kalan ancak torpaq hissəsidir. Su gəlsə 1 saata 2 saata bəlkə də 2-3 metre qalmış evləri də götürüb aparacaq. Rayon mərkəzində bir çox yaşayış məntəqələrini mühafizə edən bu bəndin 300 metr hissəsi deformasiyaya uğrayıb. 35 metr hissəsi isə tamamilə aşıb. Nəticədə ərazidə dərin çuxur yaranıb, torpaq aşınmaya uğrayıb və yaxınlıqda olan evlər təhlükə altında qalıb. Bəndin aşması nəticəsində həmçinin ərazidə olan elektrik dirəkləri də aşıb, elektrik naqilləri zədələnib. Asma körpüdən aşağı yüzlərlə metr bənd istismar müddətini bitiribdir. 100 ev təhlükə altındadır. Yəni bizim dövlətdən xahişimiz odur ki, bu bənd salınsın. Əraziyə baxış keçirən aidiyyatı qurumlar sahil bərkitmə işləri görüb. Suyun məcrası dəyişdirilərək təhlükənin qarşısı nisbətən alınıb. Burada əvvəldən qəzalı vəziyyətdə olan deformasiyaya uğramış 300 pagonometr hissəsində sahil qorucu mühafizə bəndinin 35 pagonometri aşaraq çaya düşmüşdür. Burada Tala çayının sağ sahilində 300 pagonometr uzunluğunda əsası təmir nəzərdə tutulubdur. Regional Meliorasiya Xidməti tərəfindən layihə smetat sənədləri hal-hazırda işlənilir. Yaxın gələcəkdə tikintisi nəzərdə tutulub. İlkin Piranov, Diana Cəlali, Spice xəbər, Zaqatala.